Əziz gənclər, hər birinizi yenidən salamlayıram. Artıq Mind Odyssey Regional İntellektual Turniri layihəsinin final görüşüdür və finalda 4 komanda mübarizə aparır. Qeyd edim ki, sözgedən layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi, həmçinin öyrədərək öyrənir gənclərin intellektual inkişafının dəstəyi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur. Artıq 6-cı yarış günüdür. İlk 5 yarış günündə qrup oyunları keçirildi. Qrupdan 10 komanda final vəsli qazandı. Hər birinə 2 komanda olmaqla və 10 komandadan 4-ü isə finaldadır. Bütün finalçı komandaları təbrik edirəm. Siz digər məktəbli yoldaşlarınızdan intellekt, savad cəhətdən fərqləndiniz və finala kimi gəlib çıxıbsınız. Finalda mübarizə aparacaq komandaları qeyd etmək istəyirəm. Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin Vurğun komandası, Qazax şəhər İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin Kosmos komandası, Qazax rayon Çaylı kəndinin 2 saylı tam orta məktəbinin Nirvana komandası, eləcə də Ağstafa rayon Həsənsu kəndinin tam orta məktəb komandası olan Viktoriya mübarizə aparır. Məncə artıq yarışın qaydaları hər kəsə aydındır. Yenə nə harda, nə zaman formatında 15 sual təqdim olunacaq. Ən çox suala düzgün cavab verən 3 komanda isə biz tərəfdən diplomlarla təltif olunacaq. Eləcə də qalib komandamıza yarışın kubokunu təqdim edəcəyik. Bütün komandalara bir daha uğurlar arzu edirəm və final mərhələsi start götürür. 175-ci ildə Times qəzetində ilk dəfə olaraq gələcək həftə üçün hava proqnozu çap edilmişdir. Bəs nə üçün müasir insan bu qəzeti oxumaq imkanına malik olsaydı, ona inanmazdı. Ancaq belə bir fərzi ilə sürmək olar ki, müasir insan onu oxusaydı, inanmazdı. Vaxtdır. Əslində siz 1875-ci ilin bu 1 apreldə çıxan proqnoz idi. 1 apreldə zarafat günü çıxdığı üçün müasir insanlar ona inanmaya bilərdilər. 14-cü ildə Thomas Lawrence könüllü olaraq hərbiyə yazılmaq istəsə də rəhbərlikdən rədd cavabı almışdı. Hərbi tarixçi Liddell yazır ki, bu zaman Britaniya ordusuna eyni səbəb üzündən heç Napoleonu da götürməzdilər. Hansı səbəbə görə? Vaxtdır. Bəstəboy olmasına görə Viktoriya komandasını təbrik edib, doğru yazdılar. Napolyon məşhur sərkərdə olsa da boyu kifayət qədər qısa idi. Yunan metrosunun hər bir stansiyasının öz müzeyi var. Bəs bu muzeydə hansı eksponatlar saxlanır? Vaxt getdi. Hansı eksponatlar saxlanılır? Afina metrosunun hər bir stansiyasının öz müzeyi mövcuddur. Bəs bu muzeydə hansı eksponatlar saxlanılır? Hər hansısa bir tarixi eksponat tapmaq mümkündür. Müzeylərin, daha doğrusu metro muzeylərində saxlanılan isə həmin metro qazıntısında çıxan eksponatlar idi. Hansı metronu qazdırdılar, o qazıntıdan hansı eksponatlar çıxırsa, məhz o metro stansiyasında yaranan müzeydə onlar saxlanılırdı. Doğru cavab olmadı. 1996-cı ildə hərbi məktəbi bitirən Rağuf Orucov
ilk təyinatını oraya almışdı. Oranın en hündür nöqtəsi 3724 metre bərabərdir. Oranı qalın sayıqlı bir sözlə cavab kartınıza yazın. Maraqlıdır ki, 1996-cı ildə hərbi məktəbə üstülən Raquf Oruzov ilk təyinatını ora almışdı. Oranın en hündür nöqtəsi 3724 metrdir. Oranı qalın sayıqlı bir sözlə yazın. Şimdi Vətən müharibəsi qəhrəmanlarındandır. Raquf Oruzov həmçinin nə adından tanınmışdı, onun ləqəbi nə idi? Bilirsiniz onu da? Murov Qartalı. Söhbət məhz Murov dağdan gelirdi, Murovdan. 3 komanda suala düzgün cavab verdi. Kosmos, Urğun, Nirvana. Demal olan 3-cü yolu tapın. Çin aforizmlərinin birində ağlı olan 3 yolu göstərilir. Birinci yol təcrübədir. Bu ən çəklidir. Üçüncü yol təqlid etmədir. Bu ən asan yoldur. Aforizmə görə ən şərəfli və sizin üçün ən optimal həll yolu budur. Belə desək. Siz isə məhz üçüncü yol tapırsınız. Belə demək olar ki, hazırda da onunla məşğulsunuz. Çin aforizmə görə birinci yol hansıdır? Təcrübə. Təcrübəni, yəni yaşayırsan, görürsən, təcrübə ilə müəyyən nəsə qazanırsan, bilik anlamında, təcrübə anlamında. İkinci təqlid etmədir. Başqaları edirlər, siz onu kopyalayırsınız. Üçüncü isə ən unikal variant sizinlə hazırda etdiyiniz fikirləşməkdir. Doğru cavab fikirləşməkdir. 1886-cı ildə Amerika Birləşmiş Ştatlarında keçirilən mərasim zamanı Prezident Grover Cleveland bu sözləri demişdi. Biz heç zaman unutmayacağıq ki, azadlıq bu yerdə özünə məskən salır. Bu mərasim nə ilə bağlı keçirilirdi? 28 oktyabr 1886-cı ildə ABŞ-də keçirilən mərasim zamanı Prezident Grover Cleveland bu sözləri demişdi. Biz heç zaman unutmayacağıq ki, azadlıq bu yerdə özünə məskən salır. Bu mərasim nə ilə bağlı keçirilirdi? On saniye. Vaxtı. Uşaqlar, Grover Cleveland bunu bir mərasimdə demişdi. Deməli, burada nəsə bir tədbir var. Və orada vurulacının söz hansıydı əsas vurulacının? Azadlıq. Bəli, azadlıq. Söhbət azadlıq heykəlinin açılış mərasimindən gedirdi. Doğruca, olmadı təsvir ki, çoxlarının fikrincə, Napoleonun ordusu tərəfindən bu qədim tarixi abidənin başına gətirilənlər məşhur pop kralı Michael Jackson'un da başına gələ bilərdi. Biz sizdən bu hadisəni deyil, bu qədim abidənin adını və hansı ölkədə yerləşdiyini soruşuruq. Bəli, abidə və ölkə. İkisini yazmaq lazım. Ben sual təsdiq. Bəlkə bu abidəyə Napoleonun ordusu zələr vurur, o ordunun açdığı top ateşi. Söhbət Sfinksdən
Doğru cevap verdi. Diqqət. Coğrafi zarafat. Coğrafyaçıların fikrincə susuz çaylar yalnız burada yerləşir. Vaxt getdi. Diqqət. Coğrafi zarafat. Coğrafyaçıların fikrincə susuz çaylar yalnız burada yerləşir. Susuz çaylar coğrafyaçıların zarafatına görə harada yerləşir? Coğrafyaçıların işi ən çox nə ilə bağlı olur? Xəritələrlə bağlı olur. Susuz çaylar xəritələrdə idi. Mən artıq qeyd etdim, bu bir zarafatdır. Xarici ölkələrdə bəzi vağzalların gözləmə salonlarında muzeylər təşkil olunur. Bu muzeylərin eksponatları nədən ibarətdir? Vaxtdır. Vağzalda itən əşyalardan Viktoriya komandasının növbəti doğru cavabı tapdı. Bildiyiniz kimi vağzallarda çoxlu əşyalar itirilir daha doğrusu. Bəzi ölkələrdə isə maraqlı əşyaları yığıb muzey düzəldirlər. Belədir. Bəzi tədqiqatçıların nəticələrinə görə 3 yaşlı uşaq 12, 6 yaşlı uşaq 10, böyük yaşlı insan 7-8. Bu göstərici sıfıra bərabər olarsa, həmin insanlar nədən əziyyət çəkməli olacaqlar? Vaxt getdi. Hatta bu göstərici 12, 6 yaşlı uşaqda 10, böyük yaşlı insanlarda 7-8'dir. Ola bilər ki, üniversite hazırlıq döneminde siz de bundan əziyyət çəkirsiniz. 20 saniye. Neyin göstəricisi ola bilər şu alanı? Nədən əziyyət çəkirsiniz? Sıfıra düşəndə. 5 saniye. Nirvana 2, Victoria 3, Vurgun 1, Kosmos 3. Devam edelim. Karşıda bizi növbəti 5 sual gözləyir. Əgər bərabərlik olarsa, əlavə suallar səsləndiriləcək. Sual. Filosof Şiri Çinmoy'un sözlerine göre ağıllı dünyanı değiştirmeye cəlb edir. Təkrar edirəm. Filosof Şiri Çinmoy'un sözlerine göre ağıllı dünyanı değiştirmeye cəlb edir. Müdrik ise fikri tamamlayın. Filosof Şiri Çinmoy'un sözlerine göre ağıllı dünyanı değiştirmeye cəhd edir. Müdrik ise 3 nöqtə. Fikri tamamlayın. Ağıllı insanlar dünyanı değiştirmək istəyir. Bəs müdrik insanlar? Otuz saniye. Bu da bir bakış orada olur. 15 saniye. Çok gergin mübarizə devam edir. 11. sualın doğru cevabı
Ağıllı insanlar dünyanı dəyişdirməyə çalışır. Müdrik insanlar isə özünü. Doğru cavab verdi. Sualın düzgün cavabı Solaxaylar idi. Kosmos komandasını təbrik edirəm. Təhlükəsizlik orqanlarına məktub yazanda kimin yazdığı bəlli olmasın deyə normal insanların böyük hissəsi sağ əlinə yazırlar. Sağ əlinə yazanda götürüb soluna yazırlar. Solaxaylar isə çox istisna qrupu təşkil edir. Çünki onlar normalda soluna yazırlar. Amma təhlükəsizlik orqanına göndərəndə sağa keçib yazırlar. Düzgün cavab Solaxaylar. 15 sualdan sonra xal durumu belədir. Çaylı kənd 2 saylı tam orta məktəbin Nirvana komandası 4 xal. Ağstafa rayon Həsənsu kənd məktəbinin Viktoriya komandası 5 xal. Qazaq şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin Vurğun komandası 3 xal. İsmət Qayılov adına Qazaq şəhər 3 saylı tam orta məktəbin Kosmos komandası 5 xal. İndi olan məqamlar bizim üçün bəlli nədir? Bəlli olan Nirvana komandasının 4 xalla 3-cü yer tutmasıdır. Alışlayaq. Nirvana'da, bəli. Vurğun komandası, siz, Vurğun sizsizlər, siz 3 xalla 4-cü yer tutdunuz. Təşəkkür edir iştirakınızdan. Siz gedə bilərsiniz, minnətdarıq sizə. Hazırda, qalın istəyirsiz sonunda yekunda kollektivdə şəkil belə gedərsiniz. Hazırda 2 komanda, Viktoriya və Kosmos. Siz Viktoriyasınız, siz də Kosmos. 5 xal olan komanda. Sizin üçün qalibi müəyyənləşdirməkdən ötürü əlavə sual seçilir. Əziz gənclər, beləliklə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, öyrədərək öyrənir gənclərin intellektual inkişafına dəstək, ictimai birliyin təşkilatçılığı ilə keçirilən Mind Odyssey regional intellektual turniri layihəsinin yarışları başa çatdı. Final görüşdə baş tutub artıq və bizim ilk 3 yer tutan komandalarımız bəllidir. Yarışımızda 3-cü yer tutan Çaylı məktəblərdir. Çaylı 2 saylı məktəbin Nirvana komandası. Doğru qeyd etdim də yəqin ki. Tunar İsmailzadə, Polad Aliyev, təbrik edirik. Fəqan Carçiyev, Hüseyin Qocalı, təbrik edirik. Nihat Mustafazadə, Nərgiz Allahquliyeva, Mələk Quliyeva və Nizami Ölçü. Təbrik edirəm gənclər. Gəlin bir partiya çəkilmişdir. Salam, səhvsiz olan. Muxtar Namazov, təbrik edirəm. Arxan Axundov, təbrik edirəm. Məhəmməd Əliyev, təbrik edirəm. Komandanın kapitanı kimdir? Arxan ilə də səhvləməsi. Təbrik edirəm. Muğanız olsun. Gəlin bir partiya şəkildə seçdik. Belə durun. Yaxşıdır.